Bir daha hər birinizi salamlayıram, əziz iştirakçılar. Ümid eləyirəm ki, hər şey yaxşıdır, gününüz xeyirli uğurlu keçib. Biz növbəti dərsimizi keçək, 7-ci dərsimiz. Keçən dərs mən biraz günün tələbi olan ixtisaslar barədə məlumatlar keçdim. Ona görə artıq 7-ci dərsimizi təkrar olaraq yenidən keçdiyim üçün yenidən istədim izah edeyim. Və vaxtımız qalarsa 8-ci dərsimizi də bir yerdə keçəcəm. Mən keçən dəfə markanı izah edəndə izah etdim ki, iki cür marka var. Şəxsi marka və biznes markası. Bu nə deməkdir? Yəni siz təlimdə nə öyrənəcəksiniz? Təlimdə öyrənəcəksiniz ki, markanın iki növü var. Şəxsi marka və biznes markası. Şəxsi marka nə deməkdir? Mənim kimliyim, dəyərlərim, davranışım, danışıq tərzim, geyim üslubum. Yəni ki, siz kimsiniz, sizin haqqınızda nə məlumatlar var, hekayəniz nədir, bu markanı necə yaratmaq istəmisiniz, bu biznesi necə qurmaq istəmisiniz. Yəni siz kimsiniz, Wikipedia kimi bir şeydə, haqqında məlumat, konspekt kimi bir şey. Yəni sizin kimliyiniz deyəndə şəxsi markanıza bunlar aiddir. Yəni kimliyiniz, harda doğulmusunuz, neçə yaşınız var, adınız, soyadınız, ixtisasınız, işlədiyiniz sahə, hansı məktəbi bitirmişsiniz, bunların hamısı sizin kimliyinizə aid məlumatlardır. Yəni şəxsi marka mənim kimliyim deyəndə yadınızda oradan da saxlaya bilərsiniz ki, kimlik deyəndə yəni kim olduğuma aid məlumat, mənim şəxsi məlumatlarım. Yəni burada əlaqə nömrəsi də ola bilər, işlətdiyiniz şəxsi sosial media səhifələri də ola bilər. Şəxsi. Biznes yox, yəni markanızın, brendinizin Instagram səhifəsi yox, brendiniz haqqında məlumatlar yox, özünüz haqqında məlumatlar. Bunların hamısı mənim kimliyimə aiddir. Ondan sonra dəyərlərim. Dəyərlərim deyəndə, yəni dəyərlərim nədir? Sizin planınız, sizin üçün vacib olan xüsusiyyətlər, məsəl üçün sizin üçün psixoloji gücmü önəmlidir, yoxsa motivasiyamı önəmlidir? Ondan sonra siz nə üçün bu işə qalxışmısınız? Siz ixtisas seçərkən və yaxud da biznes qurarkən, biznes hekayəsi yox, özünüzün şəxsi hekayəniz, biznes qurarkən hansı dəyərlərə sadiq qalırsınız? Məsəl üçün, qısa yoldan biznesinizi yüksəltməyə istəyirsiniz, yoxsa əməklə xırda işləməyi, yəni yüksəlməyi nəzərdə tutursunuz? Ondan sonra, yəni ki, işinizdə nə cürə, yəni məbləği az qoyub yüksəlməyim, yoxsa yüksək məbləğ qoyub həmin amma varlanmağımı nəzərdə tutursunuz? Yəni vicdanlanma eləyəcəksiniz, yoxsa maddi həvəslənmə eləyəcəksiniz? Bunların hamısı dəyərlərdir və sizin özünüz də bunu yəqin ki, mən oxuduqca avtomatik olaraq sizin ağlınıza gəlir ki, dəyərlərim deyəndə sizin üçün dəyərlər nədir? Yəni sizin üçün vacib olan əlamətlər nələrdir? Onları artıq siz özünüz markanızı yaradarkən sizin öz haqqınızda mən burada qeyd etmişəm. Bir dəqiqə əvvələ qaydım. Bu yox. Bir dəqiqə, bir saniyə. Bu. Yazar haqqında. Yəni ki, təlimçi haqqında olmalıydı, amma mən bunu kitab kimi yazdığımdan, yəni səhifəsi çox olduğundan mən artıq bunu yazar haqqında etmişəm. Yəni bu hissə. Yazar haqqında, siz brend sahibi haqqında olacaq, bu marka sahibi. Nuray Rəhimli, psixologiya, bədən dili, şəxsi inkişaf, titullar saymayacağım və s. fəaliyyət göstərən mütəxəssisdir. O, müxtəlif proqramlar, seminarlar və təlimlərdə iştirak edərək həm nəzəri, həm də praktiki biliklərlə zənginləşib. Və ondan sonra bu nə üçün mən bu proqramı tərtib etdiyim haqqında burada da məlumat var. Yazıcı olaraq onun əsas məqsədi insanlara öz daxili güclərini kəşf etməkdə, potensiallarını reallaşdırmaqda və həyat yolunda özünə məxsus iz qoymağa da ilham verməkdir. Yəni biri var sizin özünüz haqqında məlumat, bitirdiyiniz məktəbdir,
adınızdır, soyadınızdır, yaşınızdır, nömrənizdir, şəxsi işlətdiyiniz sosial şəbəkənizdir, sosial medianızdır, hansı ixtisası bitirdiyinizdir, ən güclü sahəniz, ən tərəfiniz, ən zəif tərəfinizdir, psixoloji dözümünüzdür, iradənizdir, motivasiyanızdır. Onların hamısı sizin haqqınızda məlumatlardır. Və siz bu biznes, yəni markanı yaratmaqdakı məqsədiniz burada şəxsiyə aiddir. Yəni biznesə aid deyil. Onun hekayəsi ayrıdır. Yəni ki, qısa bir cümlə olaraq siz öz haqqınızda məlumatı burada qeyd edəcəksiniz. Aha, ondan sonra və burada da yəni ki, sizin o sahəyə gəlməkdə səbəbinizi qeyd etməlisiniz. Mütləq şəxsi markayı hissəsində qeyd etməlisiniz. Şəxsi səhifənizdə. Yəni mən məsəl üçün burada şəxsi hissədə qeyd etmişəm ki, Markol təlimini uğurla başa vuraraq əldə etdiyim bilikləri oxucularla bölüşmək və insanlara sadəcə fərdi inkişaf deyil, həm də şəxsiyyət olaraq marka olmağın yollarını göstərmək üçün mini kitabı qələmə aldım. Yəni ki, onu təlim dilinə çevirsək, təlimini təşkil etməkdə məqsədim odur ki, insanlara bu məlumatları bölüşüm. Və ondan sonra şəxsi marka deyəndə fikir verdinizsə özüm haqqında məlumatları danışdım. Siz də şəxsi marka deyəndə sizdən soruşanda ki, bəs şəxsi marka nədir? Onda da siz deyəsiniz ki, məsələn, fəaliyyət sahələrdir, özüm haqqında məlumatlardır, ixtisaslarımdır, oxuduğum məktəbdir, oxuduğum universitetdir, bilik bacarıqlarımdır, ondan sonra bu sahəyə gəlmə səbəbimdir. Yəni, uzun hekayə yox, qısa, konkret özünüz haqqında məlumat. Ondan sonra fəaliyyət sahələrim bulardır. Özünü kəşf etmək və şəxsi inkişaf, brending və fərqlilik yaratmaq, insanlara fayda vermək və ilhamlandırmaq və təlim və maarifləndirmə fəaliyyətləri. Yəni, bu hissəyə qədər, giriş hissəsinə qədər ki, bütün məlumatlar şəxsi məlumatlardır və bu artıq şəxsi biznes deməkdir. Mən oranı işarəliyim. Aha, bura qədər ki, hissə, o qara etdiyim yer. Buradan aşağıya qədər ki, hissə şəxsi məlumatlardır. Və onu mütləq qeyd etməlisiniz və sizdən artıq təlim keçəndəmi, marka haqqında məlumat verəndəmi, yoxsa mütəxəssis kimi fəaliyyət göstərəndə artıq siz onu fərqləndirməkdən ötürü sizə sual verdikdə, onu başa düşməkdən ötürü sual verdikdə siz onu fərqləndirməlisiniz. Yəni ki, şəxsi marka dedikdə mənim özüm haqqındadır, yaradıcının haqqındadır qısa desək. Amma biznes markası dedikdə tamam işinizlə bağlı olacaq. Məsəl üçün, bu işə neçənci ildən başlamışsınız? Mən, məsəl üçün, Ener Akademini 2021-ci ildə yaratmışam, onlayn fəaliyyət göstərir. Təlimlərim öz keçdiyim ixtisaslar, öz sahəm üzrə ixtisasları təşkil edirəm. Yəni, təlimlərim o sahədir. Psixologiyasından tutmuş, şəxsi inkişafına, bədən dilinə, natiqlikdə qədər. Bu yayda isə oktyabrın sonlarından, noyabrın əvvəllərindən marka ol təlimi, yəni SMM-in bir qolu olaraq, sosial media marketinqin bir qolu olaraq marka yaratmaq təlimində təşkil etməyə çalışdım və bəzi məlumatlar toplayaraq etdim və insan resursları üzrə də təlimi bitirərək o sahə üzrə də ödənişsiz təlimlər təşkil edəcəyik inşallah. Aha, yəni biznes markası burada qısa bir cümlə ilə izahı var. Mənim təqdim etdiyim məhsullar və ya xidmətin keyfiyyəti, münasibəti və vizual görüntüsü. Bayaq vizual görüntünü təqdim demək yadımdan çıxdı. Vizual görüntü nədir? Sizin loqonuzdur, embleminizdir, profil şəklinizdir. Ondan sonra əyani fəaliyyət göstərsinizsə mağazanızın, yəni o obyektinizin içidir, obyektinizin görünüşüdür. Sonra WhatsApp-da fəaliyyət göstərsinizsə, WhatsApp-da aktivliyinizdir, WhatsApp profilinizdir, Instagram-da aktivlik göstərsinizsə, özünüzün şəxsi sosial media səhifənizdir. Buradakı şəxsi marka dediyim.
sosial şəbəkənizdir. Siz daha çox çalışın. Əgər vaxtınız, yəni necə deyim, məşğul olmağa ayrı heç bir işlə məşğul olmayıb, tələbə deyilsinizsə, ayrı bir işdə işləmirsinizsə, yalnız o sahə üzrə məşğulsuzsa, siz çalışın 2 səhifə açın. Bir, özünüzə aid məlumatları paylaşın. Yəni getdiyiniz tədbirlərdən, getdiyiniz yerlərdən, yəni özünüzün haqqında məlumatları olsun burada. O birində də biznes markasında da o məşğul olduğunuz sahə üzrə məlumatlar olsun və bu şəxsi marka yaratdığınız sosial media səhifəsi ilə burada biznes markasında yazılan suallara cavab verin. Ki insanlar bilsin ki, yəni şəxsi öz səhifəsi ilə də bu insanın şəxsi səhifəsi budur və bizə daha diqqət göstərir, daha biz onun üçün dəyərliyik ki, bizə öz səhifəsi ilə, yəni ki, özü ilə şəxsən olaraq xitab edir. Yəni biznes səhifəsi ilə yazanda, biznes hesabla yazanda insanlar o qədər, yəni səmimi görmürlər, belə deyim. Ki, yəni səhifədir, səhifədə neçə nəfərin işlədiyini də bilmirlər deyə, bilmirlər ki, yazan müdürdürmü, menecerdirmi, satıcılardırmı, SMMdirmi, kassirdirmi və modeldirmi, yəni bilmirlər kimdir. 6-7 insan ola bilər səhifəni işlədən deyə bilmirlər ki, kimdir. Yoxsa o həmin biznesdə sadəcə sosial mediada onlayn fəaliyyət göstərən sual-cavablara cavab verən birdirmi? SMM, ayrı SMM demirəm, o yalnız paylaşımlara baxandır. Paylaşımlar canlı yayın açan, məlumatları paylaşan bu SMM-dir. Bir də var, məsələn, reklam verəndir, SMM-dir. Sonra hekayə paylaşan SMM-dir. Reklam gəlirlərinin idarə olunmasını SMM edir. Ondan sonra neçə nəfər reklamdan qayıtdı, onlara SMM baxır. Neçə nəfər reklamı gördü, bəyənmədim işarəsini vurdu. Yəni ilgilənmiyorum, belə deyim, ilgilənmiyorum hissəsini vurdu. Neçə nəfər plus qoydu, neçə nəfər minus qoydu, neçə nəfər direktə yazdı. Bunlara SMM baxır. Bir də var, SMM-in sahəsinə aiddir, amma o işlər çox olmasın deyə 2 hissəyə bölüblər. Bir də yalnız direkti cavablayanlar, yəni şəxsi mesaj hissəsini cavablayanlar. Onlar da yəni 6-7 insan olduğundan sosial medianı işlədən. Yəni menecerdə həmin səhifənin sosial mediası ilə məşğul olan insanlardır. Yəni menecer də girib daxil ola bilir o səhifəyə. O menecerlər vakansiyalara baxır, adətən işçilərin nəzarət eləyir, orada qrup yaradır, belə dillə izah eləyim, sadə dillə. Qrup yaradır, kim bugün neçə paylaşım edib, kim işdə nə qədər fəaliyyət göstərib, nə qədər fəaliyyət göstərməyib, onun sahəsi ilə neçə nəfər gəlib, kimlər qeydiyyatdan keçirdib, yəni onların hamısını menecer edir və insanlara daha çox güvən yaratmaq üçün şəxsi səhifənizdən istifadə edərək cavablamağa çalışın. Yəni burada artıq sizin bir sualınız olarsa aşağıda yaza bilərsiniz və yaxud da kursun məlumatların paylaşdığım nömrə ilə əlaqə saxlaya bilərsiniz. O izah yerində, açıqlama yerində kursun nömrəsini qeyd etmişəm, orada yazıb əlaqə saxlaya bilərsiniz suallarınızla bağlı. Və logo yaratmaqdır, ondan sonra ad təyin etməkdir. Məsəl üçün, onları necə edə bilərsiniz? Onları siz özünüzə əlavə ya öz ad soyadınızı edə bilərsiniz. Mən Ener Akademiya etmişəm, çünki ad soyadımın baş hərfləridir. Siz, məsəl üçün, bəzi xanımlarımız var, Anka quşunun hekayəsini özlərinə nümunə götürüblər, çünki öz hekayələri ilə onu birləşdiriblər. Yəni, burada dediyimiz kimi, şəxsi markanızdan, yəni şəxsi hekayənizdən, həyat hekayənizdən, bu seçəcəyiniz biznes hekayənizin, biznes markanızın, brendinizin hekayəsi ilə üst-üstə düşən hekayə seçməlisiniz. Yoxsa sizin həyatınızda şəxsi
həyatınızda, şəxsi markanızda başqa hekayədir. Biznes markanızda tamam başqa hekayə və tamam başqa ixtisasdırsa, o insanlar artıq biraz güvənməkdə çəkicəlik olur. Aha, burada da qeyd etmişəm. Əgər şəxsi marka ilə biznes markası üst-üstə düşərsə, nəticə daha güclü olur və həm mənə, həm xidmətimə güvəndir insanlar. Çünki bu dəqiqə özünüz də bildiyiniz kimi hər sahədə biraz fırıldaq çox olduğu üçün artıq insanlar çox elə onlayn işlərə güvənmirlər. Yəni geri dönüş istəyirsinizsə, geri dönüş üçün artıq güvən yaratmalısınız və aktivliyiniz lazımdır. Yəni aktivlik deyəndə hər bir saatdan bir nə gəldi paylaşmaq yox. 2 saatdan, 3 saatdan, 4 saatdan bir paylaşım edin. Gündə 2 dəfə, 3 dəfə, lap 1 dəfə paylaşım edin. Amma necə deyim, el arasında samballı deyirlər. Yəni mədəni bir paylaşımlar, səhifənizə uyğun paylaşımlar edin. Özünüzü əks elətdirəcək paylaşımlar edərək artıq siz güvən yaradacaqsınız. Ondan sonra markanın təməl sualları nədir? Aha. Markanın təməl sualları nədir? Yəni ki, siz markanızı yaradarkən həm özünüzə, həm də qarşı tərəfə, yəni sizin o biznesinizə, markanı hələ ki qoyaq bir kənara, biznesinizə, brendinizə, yəni insanlar üçün, seçəcək insanlar üçün verməli olduğunuz suallar. İlk növbədə özünüzə verəcəyiniz suallar, ondan sonra da sizi seçəcək insanlar üçün verəcəyiniz suallar. Və bu sualları mən əslində təlimin əvvəlində də keçmişdim. Bu artıq 8-ci bölmədir. Qeyd etməyi unutdumsa, yenidən qeyd edim. 8-ci bölmədir. Mən keçən dərs 7-ci bölmədə başqa təlimdən keçdiyim üçün, başqa təlimdən danışdığım üçün, yəni seçməli olduğunuz vacib olan ixtisaslardan danışdığım üçün artıq mən 7-nin məlumatları da az olduğu üçün 7 ilə 8-i birləşdirmək qərarına gəldim ki, artıq 8-ci dərsimizin, təlimimizin dərsi artıq uzun olmasın. Bir saniyə, harasa getdi. Hə, tapdım. Aha. 8-ci təlim burada 3 yazılıb. Yəni 3 ikinci hissənin üçüncüsü deməkdir. Yəni mən 2 hissəyə bölmüşəm. 6 mövzunu bir keçdim. 10 mövzunu da bir keçəcəm. Artıq bu 3 olduğu üçün 8-ci dərs deməkdir. Aha. İkinci hissənin birinci dərsi markanın fəlsəfəsi idi. Ondan sonra ikinci dərsi marka və biznes markası idi. Üçüncü dərsimiz isə markanın təməl sualları idi. Suallar olacaq. Təlimdə də vurğuladıq o sualları. Mən kiməm və nəyi təmsil edirəm? Nəyi, niyə təmsil edirəm yazmalıydım, yəni unutmuşam. Nəyi və niyə təmsil edirəm? Birincisi bu sualı tapmalısınız ki, siz kimsiz, nə işlə məşğulsuz, niyə bu sahəni seçmişsiniz, nəyi təmsil edirsiniz, markanızın, brendinizin artıq markası nə olacaq və onun hekayəsi nə olacaq, sizin hekayəniz nə olacaq və onların ikisini bir-biri ilə sintez edə biləcəksinizmi, yoxsa sıradan adi gəlir əldə etmək istəyirsinizmi, yoxsa ümumiyyətlə bir nəsə bizneslə məşğul olmaq istəyirsiniz? Biri var gəlir əldə etmək, biri var bizneslə məşğul olmaq. Gəlir əldə etmək, yəni nə olur olsun, sadəcə satış edim, paylaşım edeyim, satış olsun, insanlar gəlsin
Bir iki məhsulum satılsın, gündəlik gəlirim, xərcim çıxsın, bitdi. Amma artıq brendə çevirmək, biznesə çevirmək o brendinizi, artıq o davamlı, dalğalanan formada davamlı gəlir deməkdir. Gəlir əldə etmək düz xətt üzrə stabil gəlirin əldə edilməsi. Tutaq ki, hər gün 3-5 məhsul satılmasıdır. Hə, bir yaratdınız, 1 il, 3 il, 5 il sadəcə gəlir əldə etmək üçün etdiniz, heç bir maraq göstərmədiniz, motivasiyanız olmadı, psixoloji biliyiniz, yəni psixoloji bilik deyəndə biraz başqa mənaya çıxdı. Yəni psixoloji olaraq bu markanı, biznesin markaya çevrilməyi haqqında heç bir dözümünüz, heç bir bilginiz yoxdur və hekayə də qurmamısınız, hekayə yaratmamısınız, məqsəd qoymamısınız deyə artıq o 1 il, 3 il, 5 il, 10 il o gəlir sadəcə gəlir əldə edəcək. Eyni məbləğ olacaq. Amma o gəliri artıq biznesə çevirmək üçün dalğalı gəlir əldə etmək üçün artıq siz nəyi təmsil etdiyinizi və niyə bu sahəni seçdiyinizi tapmalısınız. Ondan sonra sizin əsas güclü tərəfiniz nədir? Ona sual tapacaqsınız ki, məsəl üçün dözümlüsünüzmü, iradəlisinizmi, yoxsa biznes ixtisasını mı bitirmisiniz, biznes sahəsi ilə mi məşğul olmaq istəyirsiniz, yoxsa sadəcə bəzi insanlar onlayn biznesi ona görə seçir ki, indi mən onlayını nəzərdə tutub deyirəm. Uzaqda rayonda yaşayır, Bakıya gələ bilmir və yaxud da rayonda yaşayır, ailə vəziyyətinə görə evdən çıxa bilmir. Ya bəy, ya xanım, fərqi yoxdur, evdən çıxa bilmir. Uzağa getməsin deyə onlayn biznesi seçirlər və onlar da bilirlər. Yəni düşüncəli olaraq, iradəli olaraq bilirlər ki, hə, nədir? Yəni bu güclü və zəif tərəflərinizin içində o da var. Yəni məsəl üçün güclü tərəfiniz əgər əyani biznes seçirsinizsə, yəni ənənəvi qayda ilə biznes seçirsinizsə, onunla artıq siz orada qeyd edəcəksiniz ki, bir plan, dəftər tutaraq, çox xahiş edirəm, dəftər tutaraq o planlarınızı orada qeyd edin ki, ondan sonra qarışıqlıq olmasın, əl-ayaq bir-birdən dolaşmasın. Yəni, məsəl üçün, güclü tərəfiniz odur ki, əyani şəkildə götürək, güclü tərəfiniz odur ki, siz hər gün, məsəl üçün, saat 10-da çıxıb, o açacağınız biznesinizə, açacağınızın brendinizin obyektinə gedib 6-da geri qayıdacaqsınız. Bu güclü tərəfinizdir, çünki sizdə heç bir problem, heç bir maneə yoxdur və şəraitiniz buna uyğun gəlir. Yəni, mən fiziki olaraq götürdüm güclü tərəfləri. Siz öz güclü və zəif tərəflərinizi yəqin ki, artıq mən bu təlim, bu sualları oxuduqca başa düşdünüz, bildiniz. Ona görə artıq mən keçirəm o bir suala. İnsanlar mənim hansı cəhətimə görə tanımalıdır? Aha. Yəni sizin biliyinizə görə mi tanımalıdırlar, əl qabiliyyətinizə görə mi tanımalıdırlar, yoxsa sadəcə biznesmen olaraq mı biznes insan olaraq mı tanımalıdırlar, onu bilməlisiniz. Ondan əvvəl də siz özünüzü tanımalısınız təbii ki. Yəni mən məsəl üçün yenə özümdən nümunə verirəm, çünki burada hər hansısa bir markadan, brenddən danışsam, o artıq onun reklam olacaq, onun haqqında məlumat danışmaq olacaq. O həm etik deyil, həm hüquqi baxımdan həmin markaların adını çəkmək düzgün deyil, həm də ki reklam səbəbilə onun artıq adını hallandırmaq olmaz. Ona görə insanlar, mən özümdən götürüm, məsəl üçün mən təlimlər təşkil edirəm, başqa kursların keçdiyi böyük ödənişli təlimlərim mən sadəcə cüzi məbləğdə keçirəm, o da və yaxud da heç məbləğsiz keçirəm. Məsəl üçün, Markol təlimini mən tamamilə ödənişsiz təşkil etmişəm və YouTube platformasında da artıq izləyicilərimiz izləyir. Və bu biliklərin istəyirəm ki, yəni ödənişli qoşula bilməyən insanlar ödənişsiz iştirak etsinlər və SMM təlimlərinin ödənişləri baha olduğu üçün mən ona görə
artıq SMM-in bir qolu olaraq Marko Polo təlimini təşkil etdim və bu təlim ilk dəfə Azərbaycanda yəqin ki mən təşkil edirəm. Çünki mən Marko Polo təlimini indiyə qədər YouTube platformasında görməmişəm. Təlim olaraq da mən qoşulduğum təlim qrupunda var, kurs var idi. Bir tək onlar keçib. Bir də SMM-in içində mən bunun təlimini almışam. Yəni iki formada da SMM-in içində bu bilgiləri öyrənmişəm. Və bu PDF-də, yəni kitabda onlardan kopya deyil. Sadəcə yadımda qalan suallar və bilgilərim, bunları praktikaya çevirib mən burada qeyd etmişəm. Yəni ki, hər hansısa bir materialın kopyası deyil. Bu artıq yeni yaratma, yeni yazma PDF-dir deyə. Yəni bu biraz geniş ola bilər və yuxarıda da ona görə yazar haqqında məlumat dedim. Yəni ki, bunu sıfırdan mən özüm yaratdığım üçün yazar olaraq da mən təyin olunuram ora onun üçün. Aha, siz öz cəhətlərinizi bilirsiniz, öz xüsusiyyətlərinizi bilirsiniz və onu insanlara şəxsi markanızı yaratdıqdan sonra onları artıq biznes sahənizdə, brendinizdəki insanlara belə deyim, ötürməlisiniz. İzah etməlisiniz və onları o insanlara mənimsətməlisiniz. Onu da şuuraltı olaraq insanlara bizim 10 dəqiqəmiz qalıb. Aha, yəni şuuraltı olaraq insanlara çatdırmalısınız və beyinlərində yaxşı bir iz buraxmalısınız ki, insanlar sizi bir dəfə tanıdıqdan sonra ikinci dəfə artıq sizə geri dönüş etsinlər. Bir dəfə alış-veriş edəndə, bir dəfə sizi seçəndə o təsadüfdür. 2 dəfə seçəndə o artıq inamlı motivasiyadır. 3-cü dəfə seçəndə güvənli, artıq 10-cu dəfədən artıq seçəndə bir markalaşmadır. Artıq siz brendinə çevrilmişsiniz. Məsəl üçün, indi burada ən tanınan markaların adını çəkəcəm, onların adını çəkmək olur və adını çəkəndə heç bir problem olmur. Nə də ki, reklam olub bunlar. Məsəl üçün, LCD, Cotton'dur, iPhone'dur, Samsung'dur, HP'dir. Onların nə reklama ehtiyacı yoxdur, nə adını çəkməkdə qadağa var. O markalar artıq oturuşmuşdular və insanlara güvən yaratdıqları üçün kontaktomdur bu arada, onu da qeyd edeyim. İnsanlar onlara artıq güvəndikləri üçün bir dəfə, 3 dəfə, 5 dəfə artıq illərdir. Ən azı ildə 2 dəfə insanlar o mağazaları seçirlər. Yəni geyim mağazalarını daha çox seçirlər. O saydığım LCD, Cotton'lu, sonra New York'dur, səhv eləmirəmsə, New York'da onları insanlar artıq ayda bir dəfə, 2 dəfə seçirlər. Ayda, ildə yox, ayda bir dəfə, 2 dəfə seçim edirlər. Yəni o qədər güvən yaradıb və markalaşıblar və təməllərini düzgün qurublar. Ondan sonra mən kimin həyatına necə təsir qatmaq istəyirəm? Mən məsəl üçün insanlara yeni sahələr yaradıram. Yəni yeni iş yerləri, işə düzəltmə deməyim, sadəcə yeni biliklər verərək yeni sahələr üzrə işləmə sahəsi ilə məşğul oluram. Məsəl üçün, bizdə insan resurslarını keçəndə ilk məlumat o idi ki, insanları düzgün yönləndirmək və potensialına uyğun yönləndirmək. Əgər buradakı insanlar, bu bizim videomuzu izləyən, təlimimizi izləyən insanlar bu təlimi izləyirsə, artıq sizin potensialınız buradır. Və siz ola bilər, indi məsəl üçün, tamam başqa fərqli işlərdə məşğulsuz. İndi hər kəsin burada ixtisasını bilmirəm deyə. Yəni, burada nümunə çəkə bilmirəm. Amma məsəl üçün, biriniz müəllimsiz, amma bu təlimdə iştirak edirsiniz. Bəlkə keçdiyiniz ixtisasın kursunu yaratmaq istəyirsiniz. Orada yalnızca özünüz olmaq istəyirsiniz. Və yaxud da bir hansısa geyim biznesiniz var, onu yaratmaq istəyirsiniz, onu məşhurlaşdırmaq istəyirsiniz. Və yaxud da salonunuz var, yəni gözəllik mərkəziniz var.
oranı məşhurladıb daha çox gəlir əldə etmək istəyirsiniz və yaxud da adicə heç biri yox, sadəcə bilik öyrənərək insanlara mütəxəssis kimi məlumatlar vermək istəyirsiniz. Aha, Aynur xanım. Aha, koç olaraq xanımlara özünü sevməkdə, özünə dəyər verməkdə dəstək oluram. Əla. Çox gözəl Aynur xanım. Aha, deyəsən siz keçən dəfə demişdiniz, aha. Siz markanızın yəni loqosunu, şəklini təyin etdiniz, adını yoxsa hələ təyin etməmisiz? Xeyir qaldı. Aha. Siz məsəl üçün coaching proqramıdırsa, onu bir gözəl bir rənglərlə, məsəl üçün narıncıdır, qızılıdır, yasəmən rəngidir, yəni bənövşəydən biraz açıq, amma çəhrayıdan tünd. Belə deyim. Bənövşəyi ilə çəhrayı arası yasəmən rəngini seçə bilərsiniz. Və onlar çox yəni uğurlu nəticələr əldə edən markalar, rənglərdir. Ondan sonra qırmızı etsəz o insanlarda daha aqressiya yaradacaq. Çünki o qırmızı daha promotlar var sizdə bununla bağlı. Promotlar xeyir, amma siz məsəl üçün ad nə qoyacağınızı seçsəz, mən ona uyğun hazırlayıb sizə deyə bilərəm. Onun planını qurub sizə göndərə bilərəm ki, məsəl üçün Canva ilə düzəldə bilirsinizsə Canva ilə, yox, əgər düzəldə bilmirsinizsə onu şəxsilə danışaraq öz adınız, soyadınız Aynur İsmailova, Aynur İsmailovanı necə edə bilərsiniz? Mən onunla bağlı sizə şəxsidən danışaram. Çünki burada artıq vaxtımız az qalıb bitməyinə. Siz mənə bunu Zoom linkini göndərdiyim nömrəyə salam yazarsınız. Salam Aynur xanımdır yazarsınız. Mən artıq biləcəm. Onda sizə o məlumatları göndərərəm. Onunla bağlı daha ətraflı danışarıq. Buyurun Aynur xanım, mən təşəkkür eləyirəm. Aha, ondan sonra cavablar dəqiq birlikdə marka strategiyası daha möhkəm olur. Yəni hər şeyi yaratmaq üçün, hər şeyi əldə etmək üçün birinci insan özünü tanımalıdır ki, sizin nə potensialınız var. Məsəl üçün siz burada tamam fərqli sahələrdən də ola bilərsiniz. Psixologiyanı seçən insanlar, yəni psixoloq olmaq istəyən insanlar və yaxud da təlimçi olmaq istəyən insanlar ilk növbədə onu seçirlər ki, insanları tanımaq və insanlara yol göstərmək. Siz yaşam koçu biznesi ilə, sahəsi ilə, belə deyim, biznesi yox, sahəsi ilə məşğul olacaqsınız deyə yaşam koçunu deyim, yəni ki, insanlara yaşama həvəsi, dəstək verəcəksiniz, ilham verəcəksiniz, hansı sahəni motivasiya verəcəksiniz, psixoloji kömək edəcəksiniz. Seans yox, seans yaşam koçunun sahəsi deyil. Onu yəni orada bilindirim. Aha, xanımlarla işləyirəm, əsasən marafonlar edirəm. Bəli, siz artıq biznesinizi yaratmışsınız. Onu bireyinə də çevirmişsiniz. Xanımların artıq marafonlar təşkil edirsinizsə, bireyinə də çevirmişsiniz. Sadəcə onu markalaşdırmaq qalıb. Siz şəxsi markanız formatında yaratmışsınız. Şəxsi yaratmışsınız. İndi onu sizin məsəl üçün adınız, soyadınızla tam alınmaya bilər. Belə də edə bilərsiniz. AIS Coaching belə yarada bilərsiniz. İndi mən onunla bağlı sizə deyərəm. Instagram səhifəniz var. Aha. AIS Coach belə də yaza bilərsiniz. I böyük, is böyük, yanına Coach. İs Coach'a bitişik. O həm is Coach yazanda Türkiyədə də başa düşürlər. İskoç onlarda ad var, İskoç adı var deyə, yəni onlar bütün ölkələrdən sizi seçə biləcəklər. Çünki o İskoç adın hər kəs başa düşəcək və ay İskoçda yazsaz
I həm ingiliscə mən deməkdir. I am mənim deməkdir. Mənim İskoçumla başa düşəcəklər. Mən İskoçda başa düşəcəklər və yaxud da ad soyadınızı da təxmin edəcəklər. Artıq sizi tanıyan insanlar. Yəni bunu da yarada bilərsiniz və başqa ad da seçə bilərsiniz. Məsələn, sizin bu yaşam koçluğu seçmə səbəbiniz yəqin ki, öz şəxsi bir hekayəniz var və şəxsən öz həyatınızla bağlıdır yəqin ki, nəsə psixoloji bir səviyyəni keçdikdən bir hansısa nəsə səbəb var, onu ondan keçmisiniz deyə, atlatmısınız deyə. İndi mən burada çox şəxsi məlumatlar demək istəmirəm. Yəqin ki, onunla bağlı nəsə bir şey yaşamısınız deyə siz artıq yaşam koçluğu sahəsinə yönəlmisiniz. Aha, bəli, sizin qoyun səsli oxuyum ki, insanlar buradan eşitsin. Mənim ətrafımda olan xanımlar həmişə deyib ki, sən bizə motivasiya verirsən. Mən də bu sahədə daha professionallaşmaq istədim. Aha. O da ola bilər. Sizdə bir o zaman bir qab mağı ilə gələn bir vergisel olaraq bir güc var.